Salam əziz tələbələr, İslam tarixi dərsindəyik. Deməli bizim yadımızdadırsa, keçən dəfə biz nədən danışdıq? Dedik ki, Peyğəmbər sallallahu deməli hicrət elədi Mədiniyə. Dedik necə oldu ki, Peyğəmbər ümumiyyətlə hicrət eləmək qərarına gəldi və necə oldu ki, bu iki sualın içində cavablandırmışam, amma bir dəfə də tez yadımıza salım. Və necə oldu ki, Peyğəmbər məhz Mədiniyə getdi. Həm hicrət etmək qərarına gəldi, həm də Mədiniyə getdi. Dedik ki, Peyğəmbərə çox əziyyət elədilər. Deməli, Mədinədə, Məkkədə Peyğəmbərə çox əziyyət elədilər və müsəlmanlara çox əziyyət eləyirdilər. Diqqət eləyin buna. Həm müsəlmanlara çox əziyyət eləyirdilər, həm Peyğəmbərə çox əziyyət eləyirdilər, həm də ki, bütün bunların yanında, həm də İslam ayaq tutub yerimirdi çox. Az adamlar gəlirdilər. Yəni Peyğəmbərin məqsədi elə, mən oturmuşam burada xütbə eləyim, kim gələr, gəlməz. Belə deyil idi axı, bir mübəlliğ, yəni bir region üçün nəzərdə tutulmuş mübəlliğ deyil idi. Məsələn, mən təbliğatçıyam, mən bir şiə ruhanisiyəm. Mən bugün burada danışıram. Kim mənim dərsimə qulaq asmazsa heç bir problemi yoxdur mənə görə. Çünki məndən başqaları da var. Həm də ki, mən Azərbaycan üçün nəzərdə tutmuşam ki, Azərbaycan üçün mən burada danışıram. Heç hətta virtual olmasaydı, Azərbaycan üçün də yox. Bakı üçün, Bakının bir regionu üçün hansısa bir məsciddə oturub danışıram, elə bu məscidin cəmaatı üçün olardı. İndi əlhəmdülillah ki, virtualdır, danışırıq. Başqa yerlərdən də, hətta nəinki başqa yerləri, yəni Azərbaycanın başqa regionları, hətta elə bilirəm ki, burada xaricdən də tələbələrimiz var, ən azı bir-ikisini mən tanıyıram. Bəlkə başqaları da var, tanımıram, amma hər halda. Deməli, amma Peyğəmbər belə deyil. Diqqət eləyin, özüm elə izah eləyə gəlirəm bunlarsız. Amma Peyğəmbər belə deyil, onun vəzifəsi budur ki, bütün dünyaya çatdırsın. İslam qalib olmalıdır və ən azı bu regiondan, Ərəbistandan şirk, bütpərəstlik aradan getməlidir. Ona görə də Peyğəmbər 13 il burada çalışır ki, görsün necə olur. Çalışır, həm höccəti tamamlayır, həm müəyyən işlərini qurur, həm özünə bir arxa dayaq seçir və orada başqa məsələlər də var. Çox punktlar demək olar ki, nəyə görə 13 il qaldı orada və bildiyimiz və bilmədiyimiz hətta. Bildiyimiz və bilmədiyimiz çox məsələlər demək olar, Amma fakt bu oldu ki, Həzrəti Əbu Talibdən sonra məsələ çətinləşdi. Peyğəmbər orada heç bir işi görə bilmir və həm də müsəlmanlara əziyyət eləyirlər, Peyğəmbərə qarşı cürət eləyirlər. Ona görə də Peyğəmbər məcbur qaldı ki, Məkkəni tərk eləsin. Həm özü və müsəlmanların canını qurtarmaq üçün bu əzab-əziyyətlərdən, həm də ki, yeni bir sistem qurub, qüvvətlənib, qüdrətlənib, oradan bütün Ərəbistana hakim olmalı idi. Ona görə də dediyim kimi əvvəl Taifə getdi, oradakı Səqif qəbiləsi yaxşı iş görmədilər, onlara da mən girmək istəmirəm. Sonra Peyğəmbər Mədinə məsələsi gündəmə gəldi. Amma Mədinə də necə gündəmə gəldi, onu da keçən dəfə oxudum sizə ki, oradan gələnlər var idi, xüsusən Əsəd ibn Zürarə və onun kimiləri gəlmişdilər Peyğəmbərin yanına, Peyğəmbərin yox hələ deməli Məkkə müşriklərdən birinin yanına, səhv etmirəmsə Rəbiyə adında biri idi, Abdullah ibn Rəbiyə olmalıdır. Və Peyğəmbərlə o orada danışanda dedi bizə kömək lazımdır, hərbi kömək. Çünki biz olsa Xəzrəc qəbilələri bir-birləri ilə həmişə müharibədə idilər. O da dedi ki, bizim bu arada həm sənə uzaqdır deyə kömək eləyə bilmirəm, həm də ki, bizim bu arada başımız qarışıqdır. Nəyə qarışıqdır bəs? Belə bir adam var ki, bizə problem yaradır. Və o da gəldi, Peyğəmbəri gördü və Peyğəmbəri qəbul elədi. Ondan sonra getdi, növbəti dəfə bir neçə nəfərlə gəldi. 12 nəfərlə gəldi. Və o 12 nəfər birinci Əqəbə sözləşməsində Peyğəmbərə sözlər verdilər və Peyğəmbər onlara təlimat verdi. Onlar getdilər bunu yaymağa. Peyğəmbəri, İslamı yaymağa. Yadımızdadırsa dedi ki, hətta orada Musa ibn Ümeyr adında bir cavan gənci də göndərdi Peyğəmbər onlarına təbliğat üçün.
Onun barəsində keçən dəfə danışmışdım mən bir xeyli. Hətta daha detallı məsələlər var idi ki, onları da mən girmək istəmədim. Çünki mövzunu Musəvin üstündə qurmaq istəmədim və köməkçi müəllimlərdən xahiş elədim. Onlar sizə qruplarınızı atdılar o məlumatları ki, Musəb doğrudan da möhtəşəm bir kəs olub və İslamın sayəsində o hansı məqamlar ucaldı. Həqiqətən də xoş onun halına, Allahın salam, salavat, rəhmət və bərəkəti olsun. Musəb və Musəb kimi haqq yolunda öz canını fəda eləyənlərə. Xoş aqibətə sahib oldu onlar və dedik ki, müxtəlif işlər gördülər. Yavaş-yavaş Peyğəmbər üçün orada bir zəminə yarandı. Ondan sonra, yəni necə oldu ki, Peyğəmbər Məkkədə onu qəbul eləmirlər, qapı açmırlar, amma gedir Mədinəyə və Mədinədə müvəffəq olur. Dedik ki, bax bu təbliğatların sayəsində idi. Bir. İkinci, yəni təbliğatlar əslində nəticə elədi. İkinci məsələ bu idi ki, o cəmaatın Peyğəmbərə qarşı əks təbliğatçıları yox idi. Yəni sonra deyəcəyim, məsələn, Abdullah ibn Übey, həmin o Mədinə başçılarının, Mədinədəki münafiq başçılarının rəhbəri idi də. Keçən dəfə də bundan danışdım mən. Ki, o Ovsla Xəzrəc arasında Boğaz döyüşü oldu. Boğaz döyüşündə deməli bu Abdullah ibn Übey iştirak etmədi. Biraz da yaşı çox idi, iştirak etmədi və ona görə bitərəf qaldı. Ona görə də bunlar ki, bezmişdilər. Baxın, Peyğəmbərin ora getməsində hədəflərdən, istəklərdən biri də buydu. Bunlar ki, bezmişdilər ki, bu döyüşlər aradan geçsin. Həmən vaxtı istəyirdilər bir nəfər rəhbər olsun ki, onun rəhbəriyyatında birləşsinlər və bu qəbilələr daha bir-birlərinə düşmən kəsilməsinlər, aralarındakı kin-kudurət aradan geçsin. Ona görə də Abdullah ibn Übey ona bir tac da hazırlamışdılar. Amma bunlar ki, gəlib Həc səfərinə ki, gəldilər. Həc səfərinə gələndə, diqqət olun, ikinci Əqəbə sözləşməsi baş tutacaqdı. Birinci Əqəbə sözləşməsində Əsəd ibn Zurarə və Musəb ibn Umeyr və bunun kimlər gedib orada münbit şərait yaradıblar. İkincidə indi Əqəbə sözləşməsidir ki, bugün onu keçəcəm sizə. Amma bir məsələni də yadımızda saxlayaq ki, o gəlib gedənlər arasında bir də bu məsələ gündəmə gəlirdi ki, onlar o Mədinədə ki, 3 dənə Yahudi qəbiləsi var idi və hətta sizə dedim ki, o Yahudi qəbilələrinin oradakı belə böyüməsini, inkişaf etməsinə səbəb oldu ki, onlar çox illər öncə ora gediblər. Ona görə ki, onların kitablarında qeyd olunmuş imiş ki, bu ərazilərdə sonuncu Allahın höccəti, daha doğrusu sonuncu Peyğəmbər höccəti yox. Çünki sonuncu Allahın höccəti İmam Zamandır. Sonuncu Allahın Peyğəmbəri məhz bu regionda olacaq. Ona görə də onlar ora gediblər və əqidələri də buydu ki, o gələndə biz ona kömək eləyəcəyik. Ona görə də həmişə Mədinə müşriklərinə də, yəni Mədinəlilərə baxırdılar, yuxarıdan aşağı baxırdılar, onları bütpərəst görürdülər və deyirdilər ki, biz düzdür ki, hələ ki azıq, düzdür ki, yəni bir mənada region sizin əlinizdədir. Amma zaman gələcək ki, bizdən olan bir Peyğəmbər olacaq və biz bütün dünyaya hakim kəsiləcək, xüsusən sizi də öz əsarətimiz altına alacaq. Bunu eşitmişdilər müşriklər Yahudilərdən. Ona görə belə görəndə ki, bu adam Peyğəmbərlik iddiasındadır və doğrudan da sözləri çox cana yatandır və Quranı var ki, möcüzədir. Onda qərara gəldilər ki, bunu elə biz aparaq və bu şərafətə sahib olaq. Həm o birinci istəyimiz ki var ki, Abdullah ibn Übeydə bunun üçün hazırlaşdırırıq. Ki, bir nəfər gəlsin, avtoritet olsun və hamımız ona qoşulaq da bu qəbilə problemləri aradan geçsin. Həm bu məsələni həll eləyək, həm də ki, Yahudilərdən qabaq elə biz buna sahib olaq. Biz buna sahib olaq və belə də oldu. İndi ikinci Əqəbə. Sözləşməsini sizə çatdırmaq istəyirəm. Demək, ikinci Əqəbə sözləşməsi nə oldu?
500 nəfər Yəsribdən, həmin o Mədinədə, sonraki Mədinə şəhər. Yəsribdən 500 nəfərlik həcc karvanı yola düşür Məkkəyə tərəf. Bunların içinə 73 nəfər də ikisi qadın olmaq şərti ilə. Yəni 71 kişi, 71 kişi, 2 qadın. Yəni 73 nəfər gəlir Məkkəyə tərəf. Məkkəyə tərəf gəlirlər ki, indi həcc zamanıdır, ziyarət eləyəcəklər. Peyğəmbər də həmin adamlarla, Peyğəmbərin öz adamları həmin o 73 nəfərlə əlaqə saxlamaq, onlarla görüşmək və növbəti bir sözləşməni, növbəti bir məsələni həll etmək üçün görüşməlidirlər. Onlar gəldilər, Peyğəmbər onlarla deməli istədi ki, görüşsün, belə qərara gəldilər ki, Minada görüşsünlər. Zilhiccə ayının 13-cü gecəsi cəmaət yatmışdı, amma bu 73 nəfər gəldilər Peyğəmbər dediyi yerə. Yəni Əqəbənin aşağı tərəfinə. Peyğəmbər də öz əmisi ilə bir yerdə gəldi. Özü də hamıdan qabaq gedib orada gözləyirdi Peyğəmbər onları. Çox qəribə hadisələrdir. Əmisi Abbasla Peyğəmbər gedir, orada gözləyir və hamı da gecədir də, hamı yatır. Gecə ibadət eləyən yox, bir şey yox. Səhərdə durmalıdırlar. Ona görə hamı gecədən yatır, amma Peyğəmbər gedir və həmin o biri müsəlmanlar da gəlirlər. Və orada bir xeyli söhbət gedir. Əvvəl Peyğəmbərin əmisi Abbas sözə başlayır. Elə mən buradan oxuyuram sizin üçün, kitabınızda. Deyir ki, ey Xəzrəclilər, artıq Peyğəmbərin dinini qəbul etmişsiniz. Bilin ki, öz qəbilənizin ən hörmətli adamlarısınız. Yox, Peyğəmbər barəsində deyir ki, siz Peyğəmbərin dinini qəbul etmişsiniz. Peyğəmbər isə bizim qəbiləmizin ən hörmətli şəxsidir. İstir mömin olsun, istir kafir olsun, Bəni Haşimin hamısı onları müdafiə eləyir. Baxın, bizi ki çağırırsınız ora gəlməyə. Bu adam bizim üçün çox mühümdür və biz də öz qəbiləmiz, Bəni Haşim qəbiləsi, möminlər də, hətta mömin olmayanlar da var, amma hamımız onu qorumağı öz üzərimizə götürmüşük. İndi Peyğəmbər sizi gördü, xoşladı və sizin aranıza gəlmək istəyir, sizə üstünlük verir, sizin aranızda olmaq istəyir. Yəni Mədinəyə köçüb gəlmək istəyir, Yəsribə. Əgər sözlərimizə əməl edib onu müdafiə edə biləcəksinizsə, o sizin yanınıza gəlməyə hazırdır. Yox, əgər çətin anlarda onu tək qoysaz, onda indidən ondan əl çəkin, qoyun elə öz yerində yaşasın. Aparıb çağırasınız, gələ ora. Orada onun üçün narahat yaranasa, elə ondan sonra qoyun qalsın burada. Bərra İbn Mərrur adında bir nəfər durdu ayağa, dedi ki, Allaha and olsun ki, ürəyimizdə dediyimizlə dilimizdə dediyimiz eynidir. Başqa bir şey yoxdur bizim qəlbimizdə. Nə deyiriksə elə odur. Biz Peyğəmbərə xidmət eləmək istəyirik. Sonra dedilər ki, Peyğəmbər özü də bir-iki kəlmə desin. Peyğəmbər əvvəl bir neçə dənə Quran ayəsi oxudu. Sonra Həzrət buyurdu ki, arvad uşağınızı qoruduğunuz kimi, müdafiə elədiyiniz kimi, məni də müdafiə edəcəksinizsə sizin yanınıza gəlməyə hazıram. Yenə də Bərra durdu, dedi ki, siz bilirsiniz ki, biz döyüş adamlarıyıq. Ona görə də biz həmişə sizi qorumağa hazırıq. Və bu yerdə Xəzrəclilərin artıq o sevinç sədası ətrafı bürümüşdü. Sonra Abbas məsələyə müdaxilə edildi. Dedi ki, çox da səs-sədanız gəlməsin. Bizi izləyənlər var. Biraz yavaş danışmaq lazımdır. Və gecənin bir vaxtı olsa da amma bizi izləyə bilərlər. Çünki biz çox mühüm bir işlə məşğuluq. Ondan sonra Bərra və Əbülheysəm ibn Teyhan və Əsəd ibn Zurarə durdular. Razılıq əlaməti olaraq Peyğəmbərə beyət elədilər. Arxasıca da digərlər də gəldilər Peyğəmbərə əl uzadıb beyət elədilər. Sonra Peyğəmbər ki, onlara beyət elədi. Orada bir sözləşmə oldu. Yahudilərlə sülh sazişləri var idi. Soruşdular ki, onun aqibəti necə olsun? Peyğəmbər deyir ki, narahat olmayın. Mən sizin əhd peymanlarınıza hörmətlə yanaşacağım. Narahat olmayın. Yəni, əslində Peyğəmbər demək istəyirdi ki, bilirsiniz, orada onu dedi. Amma Peyğəmbər demək istəyir ki, hər şey tamam əksinə olacaq. Ümumiyyətlə, başqa bir sistem qurulacaq.
Amma onlara dedi ki, narahat olmayın, nə eləmisinizsə eləyin. Yəni ki, gələrik, orada məsələlərə bir də baxarıq. Çünki yeni bir şey olacaqdı, yeni bir dövr başlayırdı Yəsrib cəmaatı üçün. Onlar elə bilirdilər ki, elə bu sadə məsələdir, amma heç də sadə məsələ deyildi. Həyatları 180 dərəcə demək olar ki, dəyişdi onların. Tamam başqa bir həyata çevrildi onların həyatı. Ondan sonra hətta Peyğəmbər onlara buyurdu ki, istəsəz öz aranızda nümayəndələr təyin edin və hər nə məsələ olsa biz gələnə qədər onlarla məsləhətləşin. Burada biraz Yahudilərlə bağlı məsələlər var ki, əslində Yahudilər deyirdilər ki, Peyğəmbər gələcək və biz o Peyğəmbəri sahib olacağıq. Amma burada Quran ayələri ilə müəllif gətirir ki, Yahudilər bunu etmədilər və Peyğəmbər zuhur eləyəndə ona qarşı bir təkəbbürlük elədilər, cahillik elədilər və nəticədə Peyğəmbərə sahib çıxmadılar. Gəldik Qureyş müşriklərinə. Qureyş müşriklərinin qulaqlarına az da olsa səs-səda çatdı ki, bu gecə Həzrət Muhammedlə deməli Yəsribdən gələn adamlar arasında bir nəsə sözləşmə olub. Amma belə tam yəqinə çata bilmirlər, nəsə belə bir söz-söhbət gəzir. Ona görə də çağırdılar xəzrəçiləri, oturdular, danışdılar. Dedilər ki, bizə məlumat çatıb ki, siz Əqəbədə onunla görüşmüsünüz və onu müdafiə edəcəyinizə söz vermisiniz. Orada da ki, 500 nəfərlik dəstənin cəmi 73 nəfəri müsəlmanlardır. Qalanları hamısı müşriklər, bütpərəstlərdir də. Abdullah ibn Übey də ki, həmin o dediyimiz adam da ki, sonradan Mədinə münafiqlərinin rəhbəri oldu. Peyğəmbəri heç bir vəclə həzm eləyə bilmədi. Çünki həm imansız adam idi, həm əxlaqı normal olmayan adam idi. Əxlaqı deyəndə, yəni kimliyi də. Həm də ki, ortada bir problem də var idi. Onu seçəcəkdilər Mədinənin rəhbəri. Məkkədən gələn bir adam rəhbər oldu. Bu ona heç də xoş gəlmədi. Hər adam bunu həzm eləyə bilməz axı. Və ona görə də nə oldu? Abdullah ibn Übey dedi ki, belə şey ola bilməz. Belə şey ola bilməz. Onların rəhbəri mənəm. Hər nə olsa bizim xəbərimiz olur. Həm də ki, biz niyə sizə qarşı belə bir iş görək ki, sözləşmə. Yəni, bax, heç nəyə ağlından keçmirdi də. Dedi ki, belə şey niyə olsun ki, nə olub ki, niyə belə eləyək ki? Lap da ki, burada bir nəfər gəlib, özünü Peyğəmbər kimi qələmə verir. Amma biz Məkkə ilə heç vaxt aramızı pozmarıq axı. Mədinə ilə Məkkənin heç vaxt, indiyə qədər heç bir problem olmayıb, indən sonra da heç vaxt ola bilməz. Bunun belə deməyindən birazca Məkkə müşrikləri, həmin o əyanlar, birazca arxayınlaşdılar və bu söhbət o həmin 73 nəfərə çatdı, müsəlmanlara çatdı, Yəsribdən gələn müsəlmanlara çatdı. Onlar dedilər ki, nə qədər ki, bu söhbətin tamam üstü açılmayıb, onda biz tez yavaş-yavaş Məkkədən yola çıxaq. Və tələm-tələsik halda çıxıb getmək istədilər. Çıxdılar, gedənlər getdi və bu belə tez getmələr, belə tez tələm-tələsiklik müşriklərdə biraz həmin o Məkkənin müşriklərində, əyanlarda biraz şək yaratdı. Və onlar ehtimal verdilər ki, burada nəsə bir məsələ var. Demək olar ki, hamı çıxıb getmişdi. Bir dənə Səd ibn Übadə qalmışdı. Deyirlər ki, Munzir ibn Əmr də qalmışdı, amma o tez əldən qaçıb çıxıb gedə bildi. Amma Səd ibn Übadəni tutdular, hətta tarix yazır ki, saçından yapışıb onu yerlə sürürdülər və onu əziyyət eləyirdilər. Bunu ki, o qədər əziyyət eləmək istəyirdilər. Bir dənə Qureyşdən bir kişi gəldi, ona dedi ki, sənin bir bu Məkkədə sənə bir zamin olan bir kişi yoxdur, bir adam yoxdur ki, onun vasitəsilə, axı dedim ki, sizə keçən dəfə belə şeylər olurdu. Belə bir adam yoxdur. O da dedi ki, var. Mütüm ibn Ədi ilə mənim aramda münasibətlər var. Hər dəfə o Yəsribə gələndə mən onun qulluğunda olmuşam və onun kərvanının qarətinin qarşısını almışam. O bilsəydi mənə zəmanət verərdi. Bunların əlindən qurtarardı. Bu kişi gedir Mütüm ibn Ədini tapır. Keçən dəfə yadınızdadırsa onun barəsində danışmışdım. Ki, düzdür ki, dünyasını dəyişəndə, indi bilmirik, yəni yaxşısını Allah bilir. Bəlkə müsəlman olub dünyasını dəyişib. Bilmirik, amma tarix bizə göstərir ki, o elə bütpərəst kimi dünyasını dəyişib, amma o qədər yaxşı adam idi ki. Əvvəllərdə danışmışıq da, bəzən insanların yaxşı adam olurlar, amma zehniyyətləri yaxşı olmur.
bəzi insanlar mərd adam olurlar. Biz elə belə də görürük. O qədər dindar olmayan mərd insanlar var ki, yaxşı insanlar var, səxavətli insanlar var, əli açıq, ürəyi açıq insanlar var. Allahın da olsun, hərdən mən belə adamlar görürəm. O qədər mənə xoş təsir eləyir. O qədər nurani, o qədər mərifətli, o qədər baxırsan ki, bu içləridir, üzlərinə vurub, danışıqlarına, hərəkətlərinə vurub. Görsən güzəşt əhlidirlər, görsən nə bilimi, bu gözəllik olur da, yəni bu daxili gözəllik həmişə olur. Zaten din gəlir bu daxili gözəlliyi təkmilləşdirib o insanları cənnətin uca məqamlarına aparmaq. Bu barədə söhbət uzundur. Bura çox girmək istəmirəm ki, əslində insanların hamısı pis dünyaya gəlmir ki. Belə deyil ki, pisi din gəlir düzəltsin. Yox. Din gəlir, pis varsa onu aradan aparsın, amma əslində yaxşını daha yaxşıya çevirsin. Və beləliklə Mütim ibn Ədi gəldi və Səd ibn Ubadəni o problemdən qurtardı və onu göndərdi Mədiniyə tərəf. Və bu vaxtda oradakı müsəlmanlar gördülər ki, Səd ibn Ubadə gəlmədi və onlar da qayıtmaq istəyirdilər. Yolda onlar qarşılaşdılar və gördülər ki, Səd ibn Ubadə də onların əsarətindən qurtulub gəlir. Bax, bu bir məsələ ki, deməli, bunlar sözləşməni etdilər, ikinci Əqəbə sözləşməsi baş tutdu və Peyğəmbərə söz verdilər. Peyğəmbər də onlara dedi ki, mən inşallah yaxın bir vaxtda gələcəm. Bura qədər bir məsələ. İndi gəldik bu məsələyə ki, dedik ki, müşriklərin əzab əziyyəti günü-gündən artırdı. Bu zaman Peyğəmbərə gəlib müraciət elədilər ki, ya Rəsulallah, biz qala bilmirik, çətindir bizim üçün. Neyniyə? Dinlərindən ki, dönmək istəmirlər. Amma belə də çətin olur. Peyğəmbər buyurdu ki, artıq sizə dediyim vaxt gəlib çatdı. O da budur ki, siz Yəsribə gedə bilərsiniz. Bizim artıq plan proqramlarımız var, sözləşmələrimiz var. Yəsribə getsəz, orada sizə heç bir təhlükə olmayacaq. Orada həm mənim gəlişim üçün də şərait yaradıblar, birazdan sonra mən də gələcəm, bir müddətdən sonra, yəni az bir müddətdən sonra. Eyni zamanda da siz ora getsəz, belə deyil ki, onlar sizə əziyyət eləsinlər. Siz ora getsəz, onlar sizi yaxşı qarşılayacaqlar. Bir də ki, bilirsiniz, bunlar mühacirlər idi də, hicrət eləyənlər idi deyə. Bütün Mədinə cəmaatı, ənsar, onlara necə lazımsa kömək elədilər. Həm ev məsələlərində, həm işləmək, hər şeydə, yəni bir nə lazım olar, o qədər adam gedirsə ora, nə lazımdırsa elədilər. Nə lazımdırsa kömək elədilər. Peyğəmbər üçün xüsusi bir şeylər oldu. Məscid tikdilər, ev tikdilər və s. və ilə axır. Amma buradan gedən adamların hamısı da hər şeyini buradan qoyub gedir. Orada evləri yoxdur, orada işləri yoxdur, orada heç nələri yoxdur. Ona görə də oradakı adamlar da nəyə gücü çatırdısa köməkli edir. Təbii ki, bu dərslikdə yoxdur, amma bu tarixin gedişatından bunu çox rahatlıqla anlamaq olardı. Ona görə də Peyğəmbər dedi ki, 2-2, 3-3 nəyə gücünüz çatırsa çıxın, gedin. Və onlar da yavaş-yavaş getməyə başladılar, amma müşriklər bundan da xəbər tutdular və kimlərsə qaytarmağa çalışırdılar. Amma hər hansı bir yolla da olsa möminlər, müsəlmanlar çıxıb gedirdilər Yəsribə. Əlbəttə, müşriklər istəyərdilər ki, onları həm də öldürsünlər. Amma öldürməkdən qorxurdular ki, çünki yenə də hansısa bir problemlər yarana bilər. Ona görə ancaq elə işgəncələrlə kifayətlənirdilər. Demək olar ki, Mədinədə, daha doğrusu Məkkədə kim qaldı? Peyğəmbər qaldı, Həzrət Əli əleyhissalam qaldı, Həzrət Əli əleyhissalamın ailəsi qalmışdı və bir də ki, bəzi xəstələr qalmışdılar. Bir də zindanda olanlar qalmışdılar. Zindanda da müşriklərin saxladıqları var. Qalan hamı köç edib getmişdi. Deməli, Besətin artıq 13-cü ili, yəni Peyğəmbərin Peyğəmbərliyə seçildiyinin 13-cü ili, Rəbiül Əvvəl ayında Peyğəmbər artıq qərara gəldi ki, Məkkədən Yəsribə getsin. Bu qərara gəlməsi də nədən oldu? Bir gün dediyimiz kimi də artıq Məkkə müşriklərinin, o başçıların, rəhbərlərinin fikri zikri ancaq
Həzrət Muhammed əleyhissalam idi. Çünki günü-gündən planlı şəkildə məsələlər yerinə yetirir. Artıq 13 ildir ki, onlar gecə-gündüz bu məsələnin içindədirlər və günü-gündən də Həzrət Muhammed əleyhissalamın müvəffəq olduğunu görürlər. Və indi də o hansısa bir planları hazırlayıb, eşidiblər ki, Əqəbədə sözləşmə oldu Mədinə cəmaatı ilə və eşidiblər ki, Mədinədə artıq bir xeyli qəbilələr yavaş-yavaş İslama tərəf gəlir və Peyğəmbər də köçüb ora gedəcək. Bütün müsəlmanlar hamısı köçüb gedib. Bu nə işdir başımıza gəlib? Nə edək, necə eləyək? Ona görə də gecə-gündüz düşünürlər, fikirləşirlər, nə iş görək. Sonra ən çox da narahat eləyən məsələ bu son hadisələr oldu ki, bu adam buradan çıxıb getsə, güclənəcək və qayıdıb gələcək. Zaten elə orası mənim yadımdan çıxdı sizə deməyə. Zaten elə Xəzrəçlilərlə ki görüşü oldu, həmin o həcc karvanı ilə. Orada Abdullah ibn Ubey də oradaydı da. Onlara deyirdi ki, eşitmişəm ki, Əqəbədə sözləşmə edib, güclənib bizə tərəf gəlmək istəyir. O dedi ki, yox, belə bir şey heç vaxt bizim ağlımızdan keçməyib və belə şey ola da bilməz. Çünki niyə biz belə eləyək? Yəni, ora qədər deyirdilər. Və indi başa düşəndə ki, müsəlmanların hamısı çıxdı, getdi və bir gün Muhammed əleyhissalam da gedəcək. Yəni, o da getmək istəyir və qoruyurlar ki, gözdə qulaqdadılar ki, getməsin. Niyə? Çünki gedəcək, orada ətraf yığacaq və gəlib Məkkəyə hücum eləyəcək, bizdən intiqam alacaq. Əslində, bəli, hücum eləyəcəkdi, amma intiqam üçün yox, başqa şey üçün hücum eləyəcəkdi. Bax, ona görə də çox narahat idilər. Dedilər ki, oturdular Darünnüdvədə, həmin o məsləhətləşmə yeri idi də Darünnüdvə. Oturdular orada, fikirləşdilər, düşündülər, daşındılar ki, biz nə edək, nə iş görək. Hələ bir fikir dedi, müxtəlif fikirlər səsləndirildi. Biri dedi ki, artıq da səbri kasamız dolub, gəlin biz bu adamı gizlicə qətlə yetirək. Bu adamı gizlicə qətlə yetirək, dahi bizim canımız qurtarsın. Çünki bu qaldıqca daha da böyük, problem daha da çoxalır. Problem daha da böyüyür. Ona görə də biz bu adamı öldürək. Bir nəfər durdu ayağa, Nəcdən olan bir kişi idi, özünü belə qələmə verir. Tarix demir ki, o kim idi, nə idi, necə idi. Dedi ki, belə olmaz. Çünki belə olsa onlar ayağa qalxacaqlar. Həmçinin o sözü deyən adam deyirdi ki, qan bahasını verərik, məsələ itib batıb gedər də. Amma bu kişi dedi ki, yox, belə olmaz. Əgər belə olsa, onlar təkcə qan bahası ilə kifayətlənməyəcəklər. Onlar, çünki Muhammed əleyhissalam mühüm adamdır. Onlar mütləq müharibəyə qalxacaqlar və daha böyük bir problem çıxacaq Məkkədə. Ona görə də bu şey düzgün deyil. Eyni zamanda da onun ətrafında başqa müsəlmanlar da var. Hər qəbilədən olan müsəlmanlar var. Ona görə də öldürmək məsələsi, kimsə öldürsə onu, həmin qəbilə Bəni Haşimlə problemə düşəcək. Ondan sonra dedilər ki, bəs yaxşı, neyniyək? Onu da həbsə salaq. Biri durdu, dedi ki, onu həbsə salaq və gündəlik yemək içməyini verək ki, acından ölməsin, amma artıq dinini yaya bilməsin. Dedilər ki, həmin o nəcli kişi yenə də durdu, dedi ki, yox, belə də olmaz, belə eləsəz, onun qövmü də, onun ətrafındakılar da qoymayacaq, o həbsdə qalsın. Ona görə belə olmaz. Biri durdu, dedi ki, onu da belə eləyək, onu bir dəvəyə bağlayaq gizlincə, dəvə də getsin, dəvəni də möhkəm qovaq, çıxsın, getsin, uçsuz bucaqsız səhralarda qalsın və bir də bura çıxıb gəlməsin. Elə orada da qalarsa, qalar o deməli, o qəbilələrin içində və orada da təbliğ eləməyə başlayar və bu vaxtda oradakılar onun əlindən əsəbləşib onu öldürərlər. Xətası balası bizdən uzaq olar. Belə qəribə uşaq fason sözlər danışırlar. Bu nəcli kişi dedi ki, yox, belə olmaz. O zaten orada qalmaz, onun ətrafı çoxalar və s. də belə söhbətlər gedir. Hətta bir versiyada dedilər. Dedilər ki, biz bunu elə bir dəvəyə bağlayaq ki, burada dəsən bir versiyada buydu ki, elə bir dəvəyə bağlayaq ki, dəvə getsin, ora-bura çırpılsın və nəticədə bu ölsün. Hər halda bu fikirlərin heç birini qəbul eləmədilər, amma
bir nəfər durdu belə bir fikir dedi. Bəzi tarix deyir ki, elə həmin o nəcilli kişi durdu bir fikir dedi. Dedi ki, belə eləmək olar. Hər qövmdən, buradakı hər qəbilədən bir nəfər olsun. Bayaqki fikrin biri bu idi ki, bir qəbilədən bir nəfər çıxsın, onu öldürsün. Amma belə yox, belə etmək olar ki, hər qəbilədən bir nəfər yığışsın, onu öldürsün. Onda Bəni Haşim çıxıb intiqam almaq istəsə də qalacaq belə ki, hansı qəbilə ilə döyüşsün. Görəcək ki, qəbilələr həddindən artıq çoxdur və onların hamısı ilə döyüşməyə bizim qüdrətimiz yoxdur. Və ona görə də bu işdən əl çəkəcək və qan bahası ilə kifayətlənəcək. Dedilər, hə, bax, bu ağıllı fikirdir. Ona görə də elə biz bunu belə eləyərik. Hər qəbilədən bir nəfər seçildi. Peyğəmbər gecə yatanda getməlidirlər, onun evini qarşısında gizlənməlidirlər. Peyğəmbər gecə yatanda gedib elə onu yerindəcə öldürməlidirlər. Və o da ki, Bəni Haşim də görəcək ki, bunu yəni çox qəbilənin burada əli var. Ona görə də onlarla döyüşmək üçün cürət etməyəcək. Bu hadisədən Allah Mütəala Peyğəmbəri agah eləyir. Vəhy mələk nazil olur. Peyğəmbərə deyir ki, səni artıq öldürmək qərarına gəldilər. Bura qədər onu fikirləşmirdilər. Amma artıq bu qərara gəliblər. Ona görə də sən Məkkədən çıxmasan. Bax, Peyğəmbərin Məkkədən çıxması buna görə oldu. Zaten çıxacaqdı, amma o ki demişdi çıxacam, gələcəm. O bir vaxt gözləyirdi. Bax, bu vaxt artıq da Peyğəmbər gördü ki, qala bilməz. Deməli, amma Peyğəmbərin Məkkədən çıxıb getməsini kafirlər bilməməlidirlər. Əgər bilsələr, elə onu harda tutsa öldürəcəklər. Ona görə Peyğəmbər gizlin getməlidir. Və Peyğəmbərin Mədiniyə gedib çatması, yəni Yəsribə gedib çatması çox gizli şəkildə baş verməlidir ki, onların xəbəri olmasın. İndi Peyğəmbər gecə yatanda onu öldürməlidirlər. Ona görə də Peyğəmbərin yerində kimə əyləşsin? Kim daha doğrusu yatsın? Ki, müşriklər bilməsinlər ki, Peyğəmbər çıxıb gedib. Axşam qaranlıq düşdü, o vaxtlarda da gec qalmırdılar da. Axşam şam xiftən namazlarını qıldılar yavaş-yavaş. Çünki da hər yer qaranlıqdır, işıq yox, bir şey yox. Yatırdılar da. Yavaş-yavaş hava qaraldı, yatmaq vaxtı gəldi filan. Müşriklər də bir gecə yarısı gələcəkdilər. Gecə yarısı gəldilər, gördülər ki, bəli, Muhammed Əleyhisselam yatıb, üstündə də həmin o gecələr yatdığı, üstünə çaldığı həmin o yaşıl parçadır. Amma Peyğəmbər deyil, Həzrət Əlidir. Peyğəmbər deyil, Həzrət Əlidir. Müşriklər evi mühasirəyə alıblar və bu vaxtı Peyğəmbər artıq onlar gördülər ki, Peyğəmbərdir. Peyğəmbər evdən çıxmaq qərarına gəldi və evdən çıxdı. Onlar isə hələ o an dərhal gedib öldürmədilər. Dərhal gedib öldürmədilər, gözlədilər sübh namazına qədər. Əlbəttə bunu da deyim ki, burada bir haşiyə olaraq versiyalar çoxdur. Müxtəlif versiyalar deyil. Həm əhl-i sünnətdə versiyalar çoxdur, həm şiələrdə versiyalar çoxdur. Çoxdur deyil, yəni bir neçədir də, çoxdur yəni bir neçədir. Ki, oradan necə çıxdı? Bəziləri deyirlər möcüzə ilə çıxdı. Məsələn, bu alim deyir möcüzə ilə yox, təbii olaraq çıxdı. Bəziləri deyirlər Yasin surəsindəki həmin o ayələri oxudu, gözə görsənməz oldu, çıxdı. Bəziləri deyirlər heç əvvəldən evdə olmadı. Elə Həzrət Əliyə dedi ki, sən get evə. Bax, belə də müxtəlif sözlər deyirlər və mən də onu belə deyim də izah edib yəqinə çatmaq istəmirəm ki, yəni sizlərlə də ki, əslində məsələ necə oldu. Yaxşı, buna çox da qarışmaq istəmirəm. Çünki belə o qədər də mühüm məsələ deyil. Hər halda Peyğəmbər evdən çıxdı və onlar, çünki burasında deyim, şia alimlərinin arasında da bu ixtilaflı məsələ var. İndi mən burada bir söz deyəcəm. Məsələn, əziz tələbələrimizdən biri deyəcək ki, biz ustaddan eşitmişik ki, o birisi məsələni deyirək. O ustad bilsin niyə elə deyir? Çünki o ustad başqa bir alimin sözünü eşidib də, yaxşı, başqa bir alimin qənaətini oxuyub. Və yaxud indi bu birisi cürə deyəcəm, bu birisilər deyəcəklər ki, biz eşitmişik ki, belədir. Ona görə də şiələrin arasında da ixtilaf var. Ona görə mən istəmirəm hansısa bir fikri deyim. Amma hər halda müxtəlif fikirlər oldu. Kitabınızda da o bir neçə dənə versiyanın hamısını biraz geniş şəkildə gətirirlər, amma bu alim özü də belə görsən ki, tərəddüdlə deyir ki, o bizim möcüzə olsun. Biz deyir möcüzəni inkar etmirik. Amma Peyğəmbər təbii yol var ikən nə üçün möcüzəyə
əl atsın ki, deyir, çünki bütün işlərdə təbii yol açıq ola-ola heç vaxt Peyğəmbər möcüzəyə əl atmırdı. Hər halda, amma bəziləri də deyirlər ki, o Quranın ayələrini oxudu, Yasin surəsinin və həmən anda onların gözlərinə görsənmədi. Hər halda Peyğəmbər oxudu və evdən çıxdı. Onlar isə dərhal Peyğəmbəri tutmaq qərarına gəlmədilər. Öldürmək daha doğrusu, tutmaq yox, öldürmək. Dedilər ki, səhərə yaxın edərik. Nə bilim, müxtəlif sözlər danışdılar da, müxtəlif qərarlar dedilər. Bəzilər deyirlər ki, Əbu Ləhəb müdaxilə elədi. Dedi ki, sübh namazına yaxın öldürsək daha yaxşı olar. Hər halda. Bir yer gəldi, çatdı ki, artıq onlar hücuma keçdilər, 30 nəfər idilər və evə hücuma keçdilər, içəriyə girdilər. Elə Həzrət Əlinin üzərində olan o yaşıl parçanı çəkdilər ki, ondan sonra öldürsünlər. Bu vaxtı parçanı çəkəndə Həzrət Əli əleyhissalam durdu, oturdu. Və oturdu, ona dedilər ki, sənin burada nə işin var? Muhammed hardadır? Onlar da dedi ki, məgər onu mənə tapşırıb getmişdiniz ki, indi də məndən soruşursunuz ki, hardadır Muhammed? Muhammed evdə yoxdur. Müşriklər çox qəribə oldular. Yəni, heç vaxt belə şey gözləməzdilər ki, Peyğəmbər hansısa bir manevr eləyib. Bilirsiniz, yəni, ondan gözləmədikləri bir şey idi. Və evə gələndən də mühasirəyə alıblar, sübh namazına yaxına qədər gözləyiblər. İndi nə oldu ki, necə oldu? Yəni, bu bir möcüzə idi, nə idi, nə baş verdi? Qəribə bir üz cizgiləri onların üzlərindən sezilirdi və qaldılar ki, neynəsinlər? Çox narahat oldu. Bəziləri deyir ki, çünki Əbu Ləhəb bu planı vermişdi ki, sübhə qədər gözləyək. Ona görə Əbu Ləhəbi möhkəm qınayırdılar ki, sənin sayəndə oldu, əlimizdən qaçdı. Və qaldılar neynəsinlər, necə eləsinlər. Ondan sonra Peyğəmbəri izləməyə qərar verdilər ki, indi biz əlimizdən qaçıb bu. Qaçıb, amma haçansa neçə saat əvvəl qaçıb da biz gedib onu tapa bilərik, onu biz tuta bilərik. Deməli, Peyğəmbər Sur mağarasına tərəf üst tutdu, yolda o Sur mağarasına tərəf getdi və yolda Əbu Bəkirlə rastlaşdı və onu da özü ilə apardı. Və getdilər Sur mağarasına. Bəzilər deyirlər ki, Peyğəmbər yolda Əbu Bəkiri gördü, özü ilə apardı Sur mağarasına. Bəzilər deyirlər ki, elə həmən gecə Əbu Bəkirin evinə gəlmişdi və elə oradan bir yerdən getdilər. Amma belə görsənir ki, bu sözü deyənlər Əbu Bəkirin xəlifəliyini və hörmətini artırmaq üçün bu sözləri deyirlər. Daha çox tarixçilər, həm əhl-i sünnət, həm əhl-i şiə tarixçilər deyirlər ki, Peyğəmbər gedirdi, yolda Əbu Bəkiri gördü, onu da özü ilə götürdü ki, məndən gedək, məndən getməlisən. Qoy bu hadisəni də deyim, ondan sonra inşallah bu məsələyə keçid ala. Deməli, Qureyş müşrikləri elə ki, gördülər ki, Peyğəmbər yoxdur və narahat oldular, başladılar onun axtarışına. Bütün Yəsribə gedən yollara hamısını nəzarətçilər qoydular və bir nəfəri tapdılar ki, o insan izini çox yaxşı bilirdi. Çünki o vaxtın işlərindən biri bu idi də, izləyə bilirdi. Bu adam o izləməklə tapa bilirdi ki, bu hansı istiqamətə gedib. Yəsribə gedir, amma hansı yolla gedib, necə gedib. Və Qureyşlilər adətən Məkkədən Yəsribə, deməli, şimal istiqaməti ilə gedirdilər. Amma Peyğəmbər izi itirmək üçün Məkkənin cənub tərəfinə getdi ki, əks istiqamətdə ki, onların ağıllarına gəlməsin bu. Və orada da getdi Sur dağında gizləndi. Həmin bu Əbu Kiraz adında bir nəfəri tapdılar ki, o yaxşı iz bilən idi və o Peyğəmbərin izini çox yaxşı tanıyırdı. Maraqlı budur ki, o iz tanıma bacarığı ilə gəldi, Sur mağarasına çatdı. Sur mağarasına qədər çatdı, gəldi, dedi ki, bax, mən ayaq izlərini tanıyıram deyə, ayaq izləri məni bu mağaraya qədər gətirdi, çatdırdı.
bax bu adamı göstərir ki, bu mağaradadır. Ayaq izlərinə əsasən bu adam bu mağaradadır. Müşriklərdən kimsə dedi ki, yaxşı bu mağaradadırsa onda girək baxaq. Əslində bu Yəsribə gedir axı. Bunun cənub tərəfdə nə işi var? Bu mağarada nə işi var? İndi izi itirmək üçün də ola bilərdi deyə hər halda dedilər ki, onda bir mağaraya bir baş vuraq, görək bəlkə burada gizlənib. Onlar mağaraya baş vurdular, yəni mağaraya tərəf getdilər. Gördülər ki, giriş qapısında yenicə hörümçək toru var. Bir dənə hörümçək toru var orada. Yəni fikirləşdilər ki, bu hörümçək toru burada necə ola bilər də? İçəridə adam olsa, bu hörümçək toru var axı. Qapıda girişdə hörümçək toru var və üstündə də bir üstündəki göyərçin yumurtalarını da görüb başa düşdülər ki, və burada əgər buradan adam girsə içəri, bu göyərçin yuvası və yumurtalar eləcə də deməli o həmin o hörümçək toru necə ola bilər? Ona görə də dedilər ki, yox da burada ola bilməz. Bu mağarada ola bilməz. Sonra Əbu Kirəzə dedilər ki, bəs burada ola bilməz və onların demək olar ki, burada fəaliyyətləri dayandı. Daha doğrusu necə? Onlar məyus oldular. 3 gündə axtardılar, ondan sonra 3 gün axtardılar və bu axtarışdan məyus oldular ki, dayı bizim axtarışımız baş vermədi. Deməli, Peyğəmbərin o bir möcüzəsi idi. Allah onu qurtarmaq üçün bu işi gördü. Peyğəmbər 3 gün o mağarada qaldı ki, tamam bunlar axtarırlar axı. Bütün Yəsribə gedən yolları axtarırlar. 3 gün Peyğəmbər o mağarada qaldı və Həzrət Muhammed əleyhissalam çox rahat idi, aram idi. Çünki böyük, əzəmətli kəsdi və vəhy mələyi ona hər şeyi anlatmışdı. Bilirdi, Allahın pənahındaydı. Həm də ki, belə hadisələr onun əzəmətli ruhunun qarşısında çox kiçikdir və əvvəlki Peyğəmbərlərin bütün hadisələrində də belə şeylərdən Peyğəmbər görüb. Ona görə də bu möcüzə sayəsində Muhammed əleyhissalam deməli, aram şəkildə idi. Bunu sizə deyim, anons kimi. Gələn dəfə bu barədə danışacaq. Deməli, Əhl-i Sünnət deyirlər ki, birinci xəlifənin bu böyük bir fəzilətidir ki, özü ilə Peyğəmbər onu apardı. Hətta deyirlər ki, həmən gecə Əbu Bəkirlə bir yerdə qalmışdı. Şia alimləri deyirlər ki, siz çox şişirdirsiniz. Belə deyil. Necə ki, məsələn, şiələr deyirlər ki, Həzrət Əli ki, Peyğəmbərin yerində uzanmışdı. Bu çox böyük, əzəmətli bir hadisədir. Həzrət Əlinin şəni üçün çox böyükdür. Əhl-i Sünnət o dəqiqə qalxır deyir ki, yox da, siz çox şişirdirsiniz. İndi bir iş idi də, oldu, o bitdi, getdi. Belə deyir, hətta onun üstünə bir müxtəlif sözlər deyirlər. Burasını da oxuyacağım sizin üçün ki, hansı sözləri, hansı fikirləri deyirlər Həzrət Əlinin o işi barəsində. Şiələr də bunun müqabilində deyir ki, Əbu Bəkir barəsində ki, deyirlər, o gecə Əbu Bəkirin evində qalmışdı və onu özü ilə də götürdü, getdi Sur mağarasına. Şiələr də deyirlər ki, Şia alimlərinin çoxları deyirlər ki, yox, belə deyil. Düz indi bu kitab yazmayıb onu, orasını yazmayıb. Amma istəyirdim bunu da deyim sizə ki, bundan da xəbəriniz olsun. Onlar da deyirlər ki, bu Əbu Bəkirin çox da fəzilətinə dair bir məsələ deyil. Çünki deyir, tarixin gedişatından bu görsənmir. Və bunun əksi görsənir. Sual, nə görsənir ey Şia alimi? Nə görmüsən, nəyi anlamısan? Deyir, mən görürəm ki, Peyğəmbər əvvəl onu yoldan götürdü. Yoldaydı, Peyğəmbərlə görüşdü, rastlaşdı. Hara gedirsən? Peyğəmbər dedi ki, bəs mən şəhərdən çıxıram və birbaşa gedirəm belə. Deyir, o çox narahat oldu, çox həyəcanlandı. Deyir, bu vaxt Peyğəmbər onu özü ilə götürdü. Və maraqlıdır ki, mağaranın içində də narahat oldu. Mağaranın içində də narahat oldu o. Çox narahat idi. Ki, indi burada Quran ayələri də var da, bunlar gələn dəfə daha geniş danışacağım. Narahat olduğuna görə Allah da dedi ki, Allah da ayə göndərdi və yaxud da ayədə deyir ki, Peyğəmbərin o səfər yoldaşı çox narahat idi və Peyğəmbər ona elə deyirdi ki, aram ol, rahat ol, yaxşı olacaq hər şey. Bu onu göstərir ki, bu şey alim deyir. Bu onu göstərir ki,
Bu adam çox narahat idi və bu onun fəziləti deyil. Və yolda götürmə də belə oldu ki, o ki çox narahat idi, müşriklər onu görsələr, onu tuta bilərdilər və ondan xəbərlər ala bilərdilər. Halbuki Peyğəmbər izi itirmişdi və tək idi. İzi itirmişdi və tək idi, ondan xəbərlər ala bilərdilər. Ona görə Peyğəmbər onu özü ilə götürdü. O da çox narahat idi, çox həyəcanlı idi. Hətta mağaranın içindədir. Çox narahat idi. Bunu ayələr deyir. Gələn də bu ayələri də oxuyacağam sizə. Ayə deyir ki, yəni onlar Peyğəmbər eləhi ona deyirdi ki, həyəcanlanma, narahat olma, yaxşı olacaq. Aram ol və belə. Və sonraki mərhələlərdə də deyəcək ki, orada 3 gün qaldı və o 3 gün ərəfəsində necə oldu, kimlər getdi onun yanına, gəldi və s. və ilə axır məsələlər. Burada amma fikrimizi hələ ki burada eyb yoxdur. Gəlirik bura ki, Əli əleyhissalamın şücaəti ki, Peyğəmbər buyurdu ki, ya Ali, mənim yerimdə yatacaqsan. Əli əleyhissalam da buna razı oldu və Peyğəmbərin yerinə yatdı və elə ölüm üçün uzanmışdı. Çünki onlar əgər parçanı onun üzündən çəkməsəydilər, o dəqiqə öldürəcəkdilər. 40 nəfər idilər, hamısının əlində nizə var idi və bu real olaraq ölüm idi. Amma Əli əleyhissalam buna razı oldu və bu an ayə nazil oldu və bu ayə Əhl-i Sünnətin kitablarında da var ki, Həzrət Əli üçün nazil olub. Amma nazil olduğunu deyirlər ki, bu ayə Həzrət Əli üçün nazil olub. Amma belə çox böyük də bir fəzilətdir kimi qəbul etmirlər. Hətta İbn Teymiyyə kimlərin kitabınızda da var. Gələn dəfə onları oxuyacağıq. Ümumiyyətlə ayəni tamam başqa cürə təfsir eləyib. Həzrət Əli əleyhissalama imkan vermirlər ki, o fəzilət onun üçün yazılmış, yəni fəzilət onun üçün deyilmiş olsun daha doğrusu. Hansı ayə idi? Bəqərə surəsinin 207-ci ayəsi. Allah Təala buyurdu ki, insanların eləsi də var ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda eləyər. Allah öz bəndələrinə çox mehribandır. Burada da bir mövzu söhbət olmuşdu. Peyğəmbər demiş ki, sənə belə bir işi deyirəm. Razısanmı? O dedi ki, ya Resulallah, bu işimdən Allah razı olacaq. Peyğəmbər dedi ki, əlbəttə Allahın istəyidir. Dedi, əgər Allahın istəyidirsə, mən Allahın razılığını qazanmaq üçün hər şeyə hazıram. Ona görə də ayə deyir ki, insanların eləsi vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda etməyə hazırdır. Öz canını fəda eləyər. Allah öz bəndələrinə çox mehribandır. İndi bunun barəsində bizim də bir izahımız olacaq. Bir də ki, müxaliflərin bəzi sözləri vardı. İstəyərdim ki, onların hamısını bir azca şərh eləyək, izah eləyək. Amma belə görürəm ki, vaxtımız artıq bitdi. Çünki hələ sual-cavab eləyəcəyik. Elə bilirəm ki, artıq çox vaxtımız gedəcək. Ona görə elə burada yekunlaşdırıram. Həm də ki, bir xeyli dərs oldu. Ona görə də elə hesab eləyirəm ki, bundan artıq keçsəm sizi yormuş olacam. Gecənin də bu saatında. İnşallah gələn dəfə bu 2 dənə məsələ barəsində bir azca izahat verərəm. Ondan sonra davam eləyərik ki, Peyğəmbər çox maraqlı hadisələrdən biridir. İslamda sanki müharibələrdən qələbə qazananda sevinirdilər. Bunları kənara qoysaq, 2 dəfə çox böyük bir sevinc olub müsəlmanlar üçün. 2 dəfə. Birinci dəfə Peyğəmbər hicrət edib Mədinəyə çatanda idi. Onlar gördülər ki, Peyğəmbər sağ-salamat gəldi Mədinəyə çatdı və o günü bayram elədilər. Çox möhtəşəm bayram elədilər. Bütün Mədinə Peyğəmbəri gözləyirdi. Yəni, çox qəribə bir gün idi. Çox sevincli idi müsəlmanlar, həddindən artıq. Həm Mədinə cəmaatı sevincli idi, həm də mühacirlər. O mühacirlər ki, neçə müddət əvvəl köçüblər, gəliblər Mədinəyə, amma Peyğəmbərin yanında olan adamlardılar, Peyğəmbərlə həmişə bir olublar, mömindilər, müsəlmandılar, Peyğəmbərin aşiqləridirlər, amma neçə müddətdir Peyğəmbərdən uzaqdadılar və Peyğəmbərə və nigarandılar həm də. Nigarandılar ki, görəsən Peyğəmbər gələ biləcəkmi, onu öldürməyəcəklər ki, bəs niyə gecikir? Halbuki Peyğəmbərin də başına bu işlər gəlirdi. Doğrudan da Peyğəmbərin həm məzlumiyyətidir, həm də ümmət üçün etdiyi fədakarlıqlardır bunlar.
ki, Peyğəmbər getdi, 3 gün mağarada qaldı. Danışacağam ki, orada nə oldu, kimlər ona yemək gətirdi, necə oldu, Həzrət Əliyə son göstərişi nə oldu. Bunlar hamısını inşallah danışacağam gələn dəfə. Bax, orada Peyğəmbər çox sevindilər, yolunu gözləyirdilər. Bəziləri hündür xurma ağaclarına çıxırdılar, xurma ağacları çox hündür olaraq. Oradan çıxırdılar, baxırdılar ki, görək Peyğəmbər gəlir, gəlmir, gəlsə bilinəcəkdi də. Bax, belə bir qəribə bir hadisə var. Sonra deyəcək ki, hələ Mədiniyə getmədən Həzrət Əlini gözlədi. Bax, bu şeylə hamısını gələn dəfə inşallah danışacaq. Bir burada sevincli olmuşdu. Bir də Məkkənin fəthində daha çox sevincli idilər müsəlmanlar. Onu da inşallah keçəndə Allahın izni ilə danışacaq. Bugünkü dərsimiz bu qədər. Sualınız varsa buyura bilərsiniz. Yaxşı əziz tələbələr, gecəniz xeyrə qalsın. İnşallah da görürəm sualınız yoxdur deyə. İnşallah gələn dərsimizdə mövzumuzu davam etdirək. Sağ olun.